Əşyalar yığılır, hər kəs həyəcan içərisindədir. Bu dəfəki həyəcan 33 il əvvəl 2 aprel tarixindəki Kəlbəcərin işğal günündəki təşvişdən, həyəcandan deyil. Bu dəfə nə qaça-qaç, nə itirmək, nə də ölüm qorxusu var. İndi Kəlbəcəlilərin ürəyini coşdurub dağa döndərən işğalın tarixə qovuşması və onların öz dədə-baba yurtlarına qovuşmalarıdır. Bu gün bütöv Qarabağda olduğu kimi Kəlbəcərdə də yenidən qurma işləri davam edir. İllər sonra yenidən Kəlbəcərə qayıdırlar. Bəli, növbəti köçə hazırlıq işləri başlayıb, sakinləri görürsünüz. Həyəcanlı bir vəziyyətdə doğma el obalarına qayıtmaq olacaq, saatları artıq gözləyirlər. Hazırlıq işləri də artıq yekunlaşıb. Bir sözlə istiqamət Kəlbəcər, istiqamət doğma el oba. Bu günlər Kəlbəcər şəhərində ev veriblər. Allah Ali Baş Komandanımızın canını sağ eləsin. Şükürlər olsun bu günlərə ki, Kəlbəcər torpaqlarımız qayıtdı. Və budur, Kəlbəcərə qayıdan köç karvanı Tərtər rayonundan hərəkət eləyir. Yeni həyat, böyük arzular, bitən torpaq həsrəti. 27 yaşım var idi. Kəlbəcərdən çıxanda indi 58 yaşımızda qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Şükürlər olsun ki, indi də qayıdırıq Kəlbəcərimizə, vətənimizə. Saatlar sonra onlar artıq Kəlbəcərdədirlər. Doğma yurdun sakinləri əllərdə üç rəngli bayraqlarla qarşılanır. Geri dönəcəyinə inananlar, bu yolu gözləyənlər, ümidini itirməyənlərin bayramıdır bugün. Mən buradan getmişəm, o 44 yaşında. İndi Allaha şükür 74 yaşım var. Ağlaya-ağlaya çıxmışam Kəlbəcərdən. İndi gülə-gülə qayıtmışam Kəlbəcərə. Çox sevinirəm ki, neçə il öncə ağlaya-ağlaya getdiyimiz vətənə indi gülə-gülə qayıdırıq. Rəsmi statistikaya görə 6-cı köç karvanı çərçivəsində Kəlbəcərə 27 ailə, 113 nəfər köçürülüb. Bununla da 1-ci yaşayış məhəlləsində bir mərhələ üzrə ümumilikdə 162 ailə, yəni 680 nəfərin qayıdışı təmin edilib. Köçənlər Gəncə şəhəri başda olmaqla ölkənin bir çox şəhər və rayonlarında məskunlaşan sakinlərdir. Vətəndaşlarımızın köçünün böyük qayıdışının təmin olunduğu 1-ci yaşayış məhəlləsində gördüyünüz kimi mənzillər müasir şəhərsalma prinsiplərinə uyğun olaraq inşa edilib və hər bir mənzil davamlı olaraq su, işıq, qaz və sürətli internetlə təmin olunub. Beləliklə bu köçdə nəzərə alınmaqla bir şəhər 10 rayonun 41 yaşayış məntəqəsində 7840 ailə, 31505 nəfər məskunlaşıb. İlham Məmmədov, Space xəbər.